Salam kızlar, sabahınız xeyir olsun. Kanalıma hoş gelmişsiniz. Bugün güneşli havadır. İnsan ürəyi açılır sanki. Yaxına gəlib sizə göstərəcəyim. Həqiqətən elə qəşəng görünür. Gün çıxıb. Düzdür, bu günləri isti deyil. Hava hardasa müsbət 3 dərəcə olacaq, hardasa 6-ya kimi belə. Axşam yenə də mənfidir. Axşam bizə toya çağırıblar. Dünən vlogda dedim. İnanırsınız, düşünürəm ki, Bakıda aldığım donlardan hansını geyinim və yaxud burada da varımdı donlar. Düşünürəm hansını geyinim, çünki mən hiss eləyirəm çəki almışam, amma dərəziyə çıxmıram. Ürəyim partlayır, inanırsınız. Dərəziyə çıxmıram. Düzgün qidalanmağı günün yarısına kimi gedir, yarısından o yana fisiyor. Pis günə qoyuram da ümumiyyətlə. Deməzdim, həddindən artıq çox yeyirəm, amma yenə də düzgün deyil də yəni. O günlər bir siz nə görmüşəm? Demək, Aynura xanım var qrupda, bizim qrupumuzun dietologumuzda. Baxıram onun qrupunda bir dənə qız var. Qızın deməli, qızın özünü görmədim, amma onun qoyduğu şəkli gördüm. Aynura xanım yazıb ki, bu bizim qrupumuzun qızlarından birinin yaşadığı yerdə. Deməli, bizim şəhərdə meşənin kənarları var burada. Şəhərin ətrafında deyil, içində də var. Şam ağacları var çoxlu və onların arasında beloçkalar gəzirlər, dələlər. Onlar ağaclarda gəzirlər, hətta aşağıda gəzirlər. İnsanlar onlara semiçka, kedrov orexi olan verir, semiçka verir. Və onlar insanlara yaxın dururlar hətta. Və görürəm ki, şəkildə videoda orada beloçka var, ağaclarda tollanır. Yazdım, Aynura xanım, bu biz tərəfə oxşayır. Elə bil ki, bizdə də var da belə. Bu izləyici hardandır? Sonra görürəm, hələ mənə cavab verməmiş. Baxıram, ikinci şəkildir. Eynən bizim tərəflərin asfaltları var. Rənglər üstündə rənglənib də olur. Demək, o velodarojnilər üçündülər də. Velosiped sürənlər üçündür həmin yollar. Üstündən də ucu payızın demək, yarpaqları tökülüb. Başa düşdüm ki, bu Bakı deyil, çünki Bakıda hələ belə payız yoxdur. Deyirəm ki, bu da elə biz tərəflərə oxşayır da. Sonra üçüncü şəkili baxdım, gördüm pəncərədən nəsə çəkilib, şəkil çəkilib, yemək şəkili qoyulub. Təsəvvür edin, baxın, belə bir rakursdur belə. Pəncərənin rakursudur və bina belə düşüb. Bizim bina belə düşüb belə. Ama bizim bina yox, belə bir bina demək istəyirəm. Eynən inanırsınız bizim binanın rəngi kimi. Mən də göstərmişəm sizə, videolarda görmüşsünüz də yəqin ki, bunun ətrafındakı binalarda belə oxşar binalar var. Baxdım, inanırsınız, deyirəm ki, Aynura xanım, xahiş edirəm, soruşunda bu xanım kimdir deyirəm, həqiqətən bizim şəhərə oxşadı. Deyir ki, yazdı ki, hə can, deyir ki, siz tərəfdəndir. İstəyirsiniz telefon nömrəsini verim sizə, bəs apyasiya eləyərsiniz də. Verdik, gördüm ki, evimizin yanında elə qonşu binadan bir qızdır. O da Bakıda Aynura xanımın qrupundan. İnanırsınız, o qədər xoş oldu mənə ki, belə xoş təsadüf idi də. Mən Bakıda təsəvvür eləyim bu xanımın qrupundayam, amma burada mənim qonşuluğumda da uzaq səvirdə də bir xanım onun qrupunda, o da bir yerdə məşğul olurlar da Aynura xanımla. Aynura xanım çox gözəl insandır. Mən onu belə görməsəm də, amma belə danışıqlarından, onun münasibətlərindən insana qarşı çox xoşlayıram, əlbəttə. Mehriban qadındır, nə başa salmaq lazımdır, canla başla izah eləyəcək. O qrupda o 15 manatı inanırsınız ki, ona biz göndəririk kartına, o onu 1000 dəfə haqq eləyir. Çünki həqiqətən də ürəklə yanaşır işinə, vicdanla yanaşır. Mən indi hələlik ki, qrupda deyiləm, çıxmışam qrupdan. Çünki bura gəldim artıq. Aynura xanım dedi ki, bəs 3 gündə keçmişdi. Mən dedi, İlahi xanım, sizin vaxtınız keçib. Mənə çəkinizi atarsınız. Dedim, yox Aynura xanım, çək atmayacağım. Qrupdan çıxıram. Biraz dedim, toparlayım özümü, sonra gələcəm qrupa. Toparlayım, pul cəhətdən demirəm. Amma insanın özünün, məsələn, yaşadığım yeri dəyişmişəm deyə burada hələ
bir il, nə qədər, bir il, bir ay idi da burada değildim. Tam formallaşmaq da, hətta bir il, 2 ay. Tam formallaşmaq, tam özünə gəlmək, nə bilim, özünü toparlamaq olmuşum. Ona görə də dedim ki, bəs sonra. Və hələ ki özümə gələ bilməmişəm, bilmirəm. Amma minyoları məndə var. Mən biraz qrupda olanda adətən elə olur ki, sıxılıram. Biraz bilirsiniz necə, psixoloji cəhətdən görəndə ki, mən nəsə edə bilmədim, kimsə elədi, əsəbləşirəm, onu da eləmirəm. Ona görə də hələlik qrupa girmək istəmirəm. Elə hallar olur məndə. Amma öz qrupumuz var qızlarla. Qardaşımın qızları oradadır. Yaxın tanışlarım var orada. İstəyirəm ki, o qrupu yenidən başlayayım şəkil atmağa. Bu günləri oyanmışam, hələ şey yeməmişəm. Saat gecəydi, 8-ə qalmışdı, 15 dəqiqə oyandım. Yoldaşım gəlmişdi işdən artıq. O tez durur, gedir gəlirdi, yəni 1 saat ərzində. Durdum, ona yumurta pişirdim. Adətən kaş eləyirəm. Adətən bu günləri süt bitmişdi deyə yumurta pişirdim ona. O yedi, yeməyin getdi. İndi saat onun yarısıdır. Bəli, mən də hələ oturmuşam. Heç eləməmişəm hələ, oturmuşam. Bir dənə Aykanın 2 dənə videosuna baxdım. Sonra da indi özümə nar hazırlayacağım. Narım var ya qızlar. Burası da yumurta var, qaynadılmış yumurta, xlebçi, tvarojni sır. Belə onlarla nar eləyəcəm, kofe ilə. Nəsə səhər-səhər tərəvəz yemək burada ürəyimə yatmır. Çünki hava biraz sərindi deyə. Düzdür, evdə sərin deyil. Mən ataplenyaları söndürmüşəm. Burada şeyləndir, regulirovka iləndir. Sizə göstərəcəyəm. Burada görürsünüz, regulirovka var. Kodunu alıb veririk. Ona görə evlərlə istədiyinə soyuğudur, normaldır. Əgər onun kodunu versəm, burada biz bişəcəyik, əməli başlayıb. Amma şəhər hamısı deyim ki, belə deyil. Niyə yalan deyim? Çünki burada, məsələn, bunun böyründə 5-ci mikrorayon var. Dünən 2 videoda göstərdim sizə. Həmin mikrorayonda indi bir dəqiqə heç istilik sistemi verilməyib. Hətta soyuq sular da kəsilib, isti sular da kəsilib. Cəmaat biraz ralvat eləyirdi. Görürəm ki, qruplarda yazılır. Bəs dövlətə müraciət edirlər ki, bu nədir? Deyirəm, biz Bakıda həqiqətən nə qədər yaşamışam qızlar. Çox danışırdılar ki, məsələn, cürbəcə rayonlarda suları kəsirlər, ümumiyyətlə kəsirlər, qazlar kəsilir. Amma mən Yeni Yasamalda yaşadığım müddətdə mən belə şey görmədim. Ona görə mən Bakını çox sevdim. Hamı deyir ki, ay belə falan, Günəşdə kəsilir, Nərimanovda hətta kəsilir sular, Xırdalanda, Hövsanda, hər yanda deyirdilər. Amma mənim yaşadığım yerdə, Yeni Yasamalda mən heç bir dəfə də görmədim ki, nə qaz kəsilsin, nə isti su kəsilsin, ümumiyyətlə su kəsilmirdi. Çox, bilirsiniz, komfortla həqiqətən yaşadım. Mən orada çətin olmadı deyə mən hiss eləmədim ki, mən uzun illər Sevirdən sonra gəldim Azərbaycana. Orada nəsə mənə bir şey, diskomfort yaratsın. Ümumiyyətlə, əksinə, hər şey ürəyimdən idi. Allah Taala deyirlər ki, yaxşı qəlbli insanların qabağına yaxşı işlər də çıxardır. Yaxşı insanlar çıxardır. Mən buna əminəm. Bilirəm ki, elə belədir ki, var. Düzdür, həyatda hardasa insan olur ki, çətinlik çəkir, amma bu təbiidir. Çünki bunsuz olmur həyatda. Belə qızlar. Nəsə indi narımı hazırlayayım, sizə tarelkamı göstərəcəyim. Süt çox az qalıb, inanırsınız. Kaşa pişirə bilmədim səhər yoldaşıma. Bir damcı qalmışdı paçkanın dibində. O da ki, mənim kofem üçündür. Mən özüm orada vinç qalmışdım. Kofenin köpüğündən qəşəng belə penka verirdi də. Amma ki, o qaldı orada. Bakıda qaldı. 2 ədəd varım idi orada. Burada yəni ki, özüm alacağım.
Wildberries'te baxaram. Olsa elə burada alaram. Bugün bu kofeden yakmışsam düzelttim kızlar. Bunu düzelttim bugün. Bu ise benim Nescafe kofemdir. Ben Bakıdan getirmişim, dökmüşüm bunun içine. Her videoda deyirəm. Bəs bu biraz başka cürdür də. Bu penka ilə. Bu içində penka yoxdur. İndi bilmirəm, bunu hazırladım. Qorxuram ki, dadı xoşuma gəlməyəcək. Ona görə də elə bir qaşıq Nescafemdən də töküm içine ki. Çok kreplidir, düzdür. Mən kofeni tünd içirəm. Açıq içmirəm kofeni. Ama yenə də deyirəm çeriz çur. Tünd olacaq. Belə. Ah, Bakın balkonundan belə baxanda gözəl idi. Mən axır öldürəcək yoldaşım. Bu qədər Bakının adını tuturam onun yanında. Özü də istəyir. Prosta bilirsə, elə burada görməli işlərimiz var qızlar. Bunlar bitməsə, buradan getməyə hələ alınmır. Kızlar, özümə nar hazırlamışam. 2 ədəd xlebçidir. Doktor Körner. Baxın, bu xlebçidir yəni. Demək, bir qaşıq hərəsinə belə kəsmikli, deməli pendirli kəsmik vurmuşam. Mənim nahar yeməyim. 1 ədəd yumurtadır qızlar. Deməli onu baxın nəzik formada kəsmişəm. 4 hissəyə bölmüşəm. Bu da mənim kofemdir. İndi nahar eləyəcəm, nuş eləyəcəm inşallah. Demək istirdim, əvvəl 2 dənə yumurta götürüm, sonra baxdım çoxdur. Qızlar, indi kalorimi hesabladım, amma yemək yeyəndən sonra hesabladım. Ümumiyyətlə 200 kalori çıxdı məndə. Rovno 200 kalori, çünki orada hardasa 20 qram pendir idi. Kəsmikli pendir və 30 faizlidir də, yəni onun eləşdirik kodu ilə probivat elədim. Fat Secret'də, приложениеdə. Orada hesabladı. 2 ədəd xlebçi, 1 ədəd yumurta, hardasa 50 ml malaka hesabladım. Rovno 200 kalori çıxdı, rovno. Mən öz tərəzimi geri qoydum. İndi tərəzim deməli şkafdadır, yemək tərəzi. Mən onu qoyub getmişdim. Onu götürəcəm, indi salacağım aşağı. Bakıdakı qaldı, Bakıda almışdım özümə. Shine Electronics'e zakaz eləmişdim, evə gətirmişdilər. Qırmızı tərəzim, o qəşəng idi. Bu tərəzindən çox da xoşlanıram, amma ki lazım olur, yerdən alırım da burada. Çünki çox köhnədir buranki tərəzisi. Çoxdan almışam onu. Mənə lazımdır ki, qızlar, çıxım kraska alım saçıma. Çünki saçım belə çox da yaxşı vəziyyətdə deyil. Ona görə də istəyirəm kraska alım normal. Yoldaşıma zəng eləyəcəm. İndi özü zəng eləmişdim. Mən deməli uşaq pulu üçün sənədləri vermişəm Qosusluqadan. Mənə kağız gəldi, məktub gəldi ki, Qosusluqaya ki, bəs eləyin də, nədir adı? Zaksın kağızını gətirin. Ne xvatayishi dokument. Zaksın kağızını gətirin və tərcüməsi ilə. Çünki bizim zaksımız Azərbaycanda olubdur. Sabahıncı gündə 10 gün vaxt vermişdilər. Yoldaşıma dedim, apardı. Onlar da deməli o dövlət idarəsində işləyir deyə. O həmin o pensiyon fonda tez-tez gedir. Bizdə uşaqlar uşaq pulunu pensiyon fonda format eləyirlər. Ona görə də onu tanıyırlar da, yəni demək istəyirəm. Mənim oraya getməyim vacib deyil, özü apardı elə. İndi mən zəng eləmişdi elə. Mən video çəkirdim, zəng elədi ki, straxovoy pensiyon straxovoy var. Hər kəsdə Rusiyada yaşayanlarda biz pensioner deyilik, amma pensiyon straxovoyumuz var da. Həmin o straxovoy pensiyonunun şəklini çək, at göndər. Onu da göndərdim. Bilmirəm, hər halda onların özlərinin danısında olmalıdır bazada. Amma yenə də onu istədilər. Mən də çəkim göndərdim. Bir baxım görüm nə olur. Adabret eləsəydilər yaxşı idi. Çünki baxımın da hardasa 600 manata yaxın demək uşaq pulu verilir. Yox, 600 deyil, yalan deyirəm. 400 manata yaxın hər uşağa uşaq pulu verilir Yamalda. Ona görə də məndə bir dənədir, amma все равно 400 manat az deyil ki. Yəni 22.000 Rus pulu verilir. Bu da bir, nə bilim, uşağın xərclərinə, onun istəklərinə bəs eləyər də. Bəs də достаточно deyərdim.
Belə. Balacalarla dünən heç danışmamışam. 2 gündür danışmıram balacalarla. Mamalarına yazmışdım. Sıra günü dünən cavab verdi. Uşaqlar təzə oyanıblar, yaxşıdırlar. Vəssalam. Mənim də fikrim qalır, həqiqətən arada olur, darıxıram, ağlayıram hətta qızlar. Özümü göstərməsəm də. Amma mən bilirsiniz, həyatda insanlar cürbəcür olur da. Mən onlarla 1 il 8 ay tək böyütmüşəm onları. Bütün problemlərini tək həll elədim Bakıda olarkən. 1 il 2 ay Bakıda qaldım onlarla. Elə onlar mənlə tək idilər. Mən onları bağçaya aparırdım. Xəstələnəndə yanlarında mən idim. Bütün işlərini tək görürdüm. Məhəmməd mənlə başa yatırdı. İndi inanırsınız, o qədər onun üçün darıxıram. Dəhşətli dərəcədə də demək olar ki. Gücümlə kimsə bildirmirəm evdə. İstəmirəm görsünlər, amma mən onu çox istəyirəm həqiqətən. Riyanla da istəyirəm, amma Məhəmməd mənim üçün tam başqadır da. Elə bilirəm, oğlumun elə uşaqlığıdır. Eyni şeydir. Heç oğlumu qədər istəmirəm, Allaha pis getməsin. Onu da çox istəyirəm. Düzdür, hər uşaq anasının yanında olmalıdır. Mən bunu başa düşürəm də. Öz beynimlə, şuurumla dərk edirəm ki, uşaq anası ilə olmalıdır. Amma bilirsiniz, sözün düzünü deyim mən dəvirət eləmirəm. Çünki mən onu ilk dəfə atılandan sonra ondan sonra onu dəvirət eləmək mənə biraz çətin gəlir də, yəni. Ki, onu mən inanmıram. Bunu həyatda mən kimi sevən olmaz. Mən buna inanmıram. Çünki mən onu heç vaxt atıb gələ bilməzdim. Mən məcburən onu qoyub gəlmişim. Hələ mənim öz övladım deyil, o mənim nəvəmdir. Amma yenə də mən onu övladlarımdan da deyərdim, çox istəyirəm. Çünki o qədər ona bağlanmışdım ki, çox bağlanmışdım, belə həddindən artıq. Bağçaya aparırdım, inanırsınız. Orada qoyurdum bağçada. Sonra dalınca gələndə o qədər sevinərək qaçırdı yanıma, mama. Riyanla da elədi, amma Riyan onun kimi mənə bağlı deyil, nə yalan deyil. Yəni özüm də heç ona o qədər bağlı deyiləm. Nəvə kimi də, yəni. Amma Məhəmmədə yox, Məhəmmədə mənim sevgim tam başqadır. O da mənə danışanda dedim, amma evə istəyirəm, inanırsınız. 2 gün ürəyim ağrıdı. İndi elə bil ki, anası istəmir çoxunu görəm. Yəni ki, demir, amma bir vaxt falan yoxdur, bilmirəm, ya yatıblar, ya durublar, ya internet yoxdur, nəsə bir bahane gətirir, mən də çox dəvət eləmirəm. Amma yenə də başa düşürəm ki, o da istəyir uşaqları onu öyrəşsin. Amma o məni görəndə çağırır, mama. Mən də dana bilmirəm həqiqətən. Öz nənəsi də, anam nənəsi də deyirdi ki, səni görürlər, biraz da dəlilik eləyirlər. Çünki uşağın tanıdıqları mənəmdə kimi tanıyırlar ki, məni görmüşdülər. Düzdür, mənə çətin idi. Mən demirəm, insanlıq da hamımız. Mənə çox çətin idi. Mənim də az yaşım yoxdur, qızlar, 47 yaşım var. Məsələn, 2 körpə uşağı da saxlamaq, özümün 4 uşağını böyütmüşəm. Hələ xəbər, balacadır da xəbər. Nə yaşı var ki, uşağın 10 yaşı var indi. Amma 2 nəvə də böyütdüm. Nə bilim, Allaha qurban olum, əlimdən gələni elədim. İndi Allah eləsin ki, onların sevgisi anaların ürəyində daimi olsun. Onları yarı yolda qoyub getməsin. Çünki bu uşaqlar bu travmanı da bir dəfə də yaşasalar, mən bilmirəm necə olacaq. Çünki həqiqətən çox çətindir. Uşaqlara çox çətindir. Uşaqlar ilk dəfə anaları onları qoyub gedəndən sonra uşaqlar nə qədər, nə bilim, stresə düşdülər. Məhəmməd xüsusilə. Riyanla bilirsiniz necə открыт uşaqdır, biraz bildirmirdi. Amma Məhəmməd çox bildirirdi. Riyan onu yaddan çıxartmadı, amma həmişə adını deyirdi, amma Məhəmməd yadından çıxartmışdı. Sonra onu təkrar anasına göstərəndə Məhəmməd onu tanımadı, onun yanında qalmadı, qaçıb gəldi yanıma. Nə qədər icra məmurları çalışdılar ki, ana ilə onu birdən otaqda saxlasınlar, uşaq qalmadı. Qaçdı gəldi yanıma, ne хочу dedi, istəmirəm. Tanımırdı da, yəni anasıdır, amma indi adını deyir.
Amma Rihanna ona artıq mama deyir. Rihanna düzdür, hamıya mama deyirdi. Rihanna'da o xasiyyət var idi. Anasına da mama deyir. Как бы Aytaç deyirdi gələnə kimi. Yəni onun yanına gedənə kimi. Amma indi mama deyir. Amma Məhəmməd hələ ki görmürəm. İndi öyrədir də onu yəqin ki mama desin. Allah eləsin ki bu bilirsiniz bağlılıq möhkəm olsun. Həqiqətən bağlarına bağlansın. Çünki çox çətindir. Bir dəfə də Allah eləməsin belə bir şey olsun ki, onlar yarı yolda qoysun. Nəinki uşaqlar heç özüm dözə bilmərəm. Çünki uşaqlara çox ürəyim yanır həqiqətən. Qızlar, sroçna çıxmalıyam evdən. Yoldaşım indi zəng elədi. Gedim özümə kraska alım saçıma. Benim podyezdim. Dört velosiped burada koyublar. Elə bil ki, şeydir da, avtopark. Burada dayanıb gözləyir, mən də baxıram hardadır. Qızlar, yadımdan çıxdı deyim. Biraz keyfim kökəldi. Məhəmməd zəng eləmişdi. Yəni nənəsi zəng eləmişdi. Ana nənəsi. Mən onlarla danışdım. Uşaqlar həyətdə oynayırdılar. Sevinirdi. Mənə deyir, mama maşını göstər. O maşını da buradadır. İndi göstərəcəm sizə. Maşını görürsünüz. Burada da o maşını. Hər dəfə zəng eləyəndə mənə deyir, maşını göstər. Mən də maşını göstərirəm ona. Sevinir. Dedim, gətirəcəyim sənə gələndə. İnanırsınız, yani onu hər görəndə elə nəstrəniyyəm açılır, elə keyfim açılır ki, elə yaşamaq həvəsi gəlir mənə. Amma biraz onu görməyəndə, səsini eşitməyəndə, inanırsınız, o qədər ürəyim sıxılır. Bu günləri sizə mən zapis elədim. Həqiqətən də çox kövrəldim də, üzr istəyirəm. Əgər ki, məsə xoş gəlmirsə, amma həqiqətən ürəyimlə bacara bilmirəm. Amma onu görəndən sonra mən dərhal dəyişilirəm. Qızlar, 3 dənə dondur məndə. 3 ədəd don. Ümumiyyətlə, indi geyinməyə, yəni fikrim var. Bilmirəm hansını sadəcə. İndi sizə göstərəcəyəm. Bir don budur. Tak, aşağısı sadəcə düzdür bunu. Bir don, indi göstərəcəm. Bunu bir dəfə geyinmişəm. Bu yaşıl donu. Ümumiyyətlə, bir dəfə bunu almışam. Hardasa 3 il əvvəl bunu almışam 200 manata. Yəni 10 minə 3 il əvvəl almışam. Bir dəfə geyinmişəm və salam. Bir də ki bu dondu. Bu rəngi çox gözəldir qızlar. Həqiqətən bu donumu çox sevirəm. Naiznankada indi bunu çevirməmişəm. Bir dəqiqə. Bir qızlar, baxın belədir. Belə bir dondu. Uzun dondu yəni. Klüş falan deyil. Mən sevmirəm klüşü. Bir baxaram hələ, baxam hansını geyinəcəm. Ayşe, kutu başı. Cinim kaynadan başı.
пальчиком загородила, поэтому она не прозвучала. Вот. Это какая струна? Это у нас. Ми. Самая высокая это ми. Угу. Соль это вот эта самая низкая. Вот эта струна ля и осталось ре. Ре. Ты тихонько запомни. Вот этот у тебя палец, это как он в сторону выгибается? Я так не умею. Вот. Молодец. Теперь делаем такое упражнение. Давай. Качельки называются. Да? Мы все пальцы лежат на месте, ничего не делают. А мизинчик у нас так вот немножко. Сразу заваливай вот этот указательный палец. Завалила его, и все, и всеми обнимай остальные. Большой палец. Вот он. Поняла, да? Куда уполз? Только что правильно стоял. Вот только вообще отвлеклась. Вот. Пробуем. А вот это куда пошло? Что-то непонятное. Один палец двигаем, все остальные тоже полезли. Мягкую лапку сделай. Не надо, вот прям ровно. И пальчики свисают, как будто у тебя с этих пальчиков водичка прям тебе в ладошку падает. Все, идеальное положение. Вот я сейчас тебе даю скрипку. Рука такая же остается. Все, отлично. Ты только это, расслабься, что застыла. Вот это вот чуть под скрипку. Вот смотри, все пальчики над струнами находятся. Куда? Поехала. Ага. Я тебе потихонечку, мягко. Пока не будет мягко, не отпущу, не дам самой играть, буду сама. Угу. Вот как только застывает ручка, все. Все, уже не туда мы идем с тобой. Маленький, туда-сюда. Пробуй. Вот, молодец. Ага. Умница. Смотри, стоп. Устал, нет? Руки нет? Нет? Смотри, вот эта трость называется. Видишь, она чуть сюда заваливается. Трость от себя должна быть. Угу. Плечо запусти. Вот тут расслабь лопатки. Вся расслабься. Дыши, пожалуйста. Я вот не слышу вообще, что ты дышишь. Мне кажется, ты уже давно дыхание задержала. Угу. Вот слышал, вот этот звук сейчас появился, такой немножечко металлический. Это мы поставки двинулись. А давай теперь поставим вот сюда смычок. Вот. Ты что только не понимаешь? По какой стороне играем? Не. Пискляво, ре. Ты только дыши. Дыши. Ну что, застыла? Волнуется. Вот смотри, у тебя сейчас идеально лежат пальчики, и у тебя сейчас идеально мягкая ручка. Вот сейчас я вот его поставлю на место и буду ругать его, если вот что-то изменится. Договорились? Что, боишься, запалишься его? Наругаю? Не надо. Не тебя же все-таки. Всего лишь палец. Мягкую. Вот. Угу. Пробуем. Ты на велосипеде умеешь кататься? Да. А тебя как учили? Сначала... сама научилась? Так, ладно. Значит, мы сейчас с тобой играем. Herkese salam. Bugün mən Wildberries'dən özüm üçün zakaz belə götürmüşəm. Bu karışka Robux üçündür. Burada altımız 102 Robux'dur. İndi biz sizinlə açacağıq, baxacağıq. Burada nə var? Da belə kodumuzdur.
Mən də heç başa düşmürəm burada nə eləmək lazımdır. Ən çox indi baxacağıq. Burada nə eləmək lazımdır. İndi mən gətirəcəm öz planşetimi, indi baxacağıq. Burada indi belə QR kod skaner eləmək lazımdır. Sonra bu kodu, bu şeyler kim bizim için Robux'lar atır. Ona kod bize atacak. Burada biz Robux'ları getireceğiz. Şimdi herkese bye bye. Qızlar, xəbərin zakazları gəlib, bugünkü zakazları. Dünənləri polnosti gəlməmişdi, amma bugün polnosti gəlib. İndi xəbər baxacaq ki, nə gəlib onun üçün. Bu nədir xəbər? Bu Balzam deyək bu. Dodaq balzamı. Hə? Bu uşaqlar üçündür də, yəni başa düşdünüz də qızlar. Böyüklər üçün təbii ki biz almırıq. Ama uşaqlar üçündür bu. Balaca qızlar üçün yəni. Baxın. Bu pişik lapkasıdır yəqin ki. Da? Даже katалапka. ne şey? Что? Открыла? Bakın. Ana почему такая? Ben de deyirəm niyə belə kələ götürdü. Demə bu lapkanın formasındaymış. Nə maraqlı düzəldiblər. Necədir? Qəşəng var. Çələklidir yəqin ki, hə? Aha, balzam. Da qəşəngdir. Bir dənə nojik götür bunu aç. Xəbər Azərbaycan dilində biraz çətin danışır. Bıçağa bıçaq deyir. Talışlar kimi danışır da yəni. Biz talışıq deyə. Xəbər talışlar kimi danışır. Amma heç inanırsınız onunla talış dili danışılmayıb. Bilmirəm nəyə görə bıçağa bıçaq deyir. Bıçaq. Bunu da kəs də. Akuratla bıçaq. Hə, balzamını mübarək elədi yəqin. Bir tərəfi də aç, bir tərəfi də aç. Чтобы rahat. Xavi. Nə var içində? Bu yəqin ki открыточкаdır. Желаем много маленьких радостей. Yazılıb. Crush box. И одно большое счастье. Да, одно большое счастье. Bir büyük xoşbəxtlik. Aha, aç bunu indi. Aç onu. Bu bizim наклейкамызда. Авокадо. Прекрасно будет. Прекрасно почему-то, да? Написано. Bakın. Ha, bu Burada da maskadır yəqin ki. Yok, Hə. bu sekretnik hamısı ise eliminde. Bunu biz ahır. Hə, hansısa hədiyyədir. Axırda açacaqsan onu yəqin ki. Hə, bu nədir? Əlindəkini göstər. Bloknot. Yumşaq bloknot. Puş istəyirdilər və hamısı bunlar. Puş hədiyyələrdir. Sonra nədir? Hə, bu saça keçirtməyə noka geyim. Yuyunmaq üçündür yəqin də, xavi. Baxın. Hello Kitty'dir yəqin ki üstündə. Baxın görüm. Bu dovşandır. Hə, dovşandır. Bu nədir? Hə, bu da əllərə keçirtmək üçün. Yəni su tökülməsin əllərə. İki dənə əllə geyindirəcək. Sonra nədir? Birinci olanı çıkardım. Nə çıxardı? Bu penal kimidir. Hə, bu penaldır. Məktəb üçündür bu. Götürərsən məktəbə? Muzikalka götürə bilərsən bunu. Ha ha. Musiqi məktəbinə.
Bu nədir xəvi? Bu rezinkalardır, saç rezinləridir. Burada sepkim. Bu deməli 2 dənə sırğadır, bir dənə də sıpoçkadır belə. Sepkim sıkışkıyla. Hə, sırğadır sıpoçka ilə. Aa, peki şey. Aha. Darşıq, burada nə var? Burada belə kaşırap kimidir. Nə yaxşı, nə qəşəng kaşılıb çıxart elə. Güzel. Bağlı. Aha. Ne güzel. Qışısti kaşılıq. Hə, buna çoxlu buna pol qoyarıq inşallah sənin üçün. İnşallah. Şu xəvi. Burada nə var da? Bu da yatmaq üçündür. Yuxu maskasıdır bu. Şöyle. Bu etmeyeceğim. Bırak. Baxın. Aha. Şəkilsizdir nədənsə amma. İşo da. Hə, indi axırda indi onu aç. Qoy içinə, bırakma. O karabuçka ilə sən lazımdır ki, sən onları yan bu yana atmayasan. Paketi niyə qoydun içinə? Ладно, ebi yoxdur, sonra götürəlim. Baxmada da baxmaq istəyirdim, xəli. Belə bloknotikdir. Bloknot deyil, bu gündəlik bir şeydir qızlar. Gündəlik yazmaq üçün, yəni. Bunu məktəb özü üçün apara bilər, ya musiqi məktəbinə. Zamitkaları burada məsələn yaza bilərsən, xəvi. Maraqlı bir şeydir, qəşəngdir. Muski mektebi istəyirəm aparmaq. Çünki sabahlarca gelirim muski məktəbinə. Sabah skripka dərsidir, xəvərdə artıq. Skripkanı bizə seçiblər, sadəcə qiymətini deyəcəklər, biz alacağıq. Videonu qoyarım, baxarsınız, həmin skripkadır. Müəllimə seçib bizim üçün. Bunu indi aç, xəvi. İndi bunu aç. Ne var içinde? Da. Bunun içinde bir dənə də şikaliyev var qızlar. Həm də kəpənəklidir, həm də sırğaları var. Belə straziklərdir. Bir də bu kəpənəkli. Bizdə mənim böyük qızım o kəpənəkdə, onda hər şey kəpənəkləndir. İndi xəbərdə kəpənək düşüb. Madanada da var belə. Belə yoxdur, bunun böyüyü var təbii ki. Çünki bunlar balacalar üçündür. Sənin bujuteriyaların достаточноdur da. Yox, abi, dünənləri qızlar onun doxusu gəlmişdi. Doxu sınıb yolda. İndi təzədən göndərəcəklər, yəqin ki, yenidən göndərəcəklər. Ya da pulunu qaytaracaqlar. O pulunu qaytarsalar biz yenində zakaz eləyəcəyik onu. Həmin doxunun upakovkasını pis eləyiblər ona görə. Yumurtaya qızlar yenə də bu rahat yeməyimi qoymuşam bişməyə. Hələ indi qoymuşam, təzə qoymuşam. Toyuq, kartof, yer kökü, biber, pomidor, göyərti, soğan və sliviçli yağ, duz, istiot, sarı kök. Həssalam, darçın bir də. Sarımsaq da qoymuşam içinə. Belə qızlar. Yoldaşıma biraz soyuq deyil. Ona görə jidki blüdə eləmək lazım idi. Sabahınız xeyir qızlar, necəsiz? Bugünkü vlogumu heç bilmirəm nə çəkim. Hava o qədər pasmurnudur ki bugün. Elə bir dumanlıdır, qar yağmalıdır. Mən əslində dünən bir balaca yağıb. Heç onu görməmişəm də. Bu aralar deyim ki, başqa elə bir Severə nisbətən Rusiyanın başqa şəhərlərində qar yağıb. Amma bizdə şükür Allaha ki, qar yoxdur. Deyəsən mən qarın bağrını çatlatmışam, qorxutmuşam onu deyə, o da istəmir yağmaq. Xəbər bugün məktəbə getməyəcək qızlar. Bugün uşağın skripka dərsi idi, gedə bilmədi. Ona görə ki, soyuqlayıb yoldaşım da, o da. Yoldaşımın iş yerində deməli, administrasiyada privivka eləyirdilər peyvənd, qripə qarşı. O eləmədi. Dedi ki, mən istəmirəm. Nəsə elə bil ki, bu da belə bir şeydir ki, süni bir yolla, yəni ki, qripi insan bədəninə keçirirlər və bu zaşida kimi olur da insan orqanizmində. İndi siz təsəvvür edin, bu insanların hamısında bu süni qripə zaşida yeridilib bədənə, amma bunda yoxdur. Bu, onların içində xəstələnib. Elə xəbər də bilmirəm necə olubsa, o da xəstələnib.
Ona görə bugün musiqi məktəbi səhər saat 9-da dərsi var idi. Müəlliməyə yazdım. Müəllimə dedi ki, bəs evi yoxdur. Amma orada skripka ki var, o videoda indi bundan əvvəlki görəcəksiniz. Həmin skripkanı bizə nə demək, müəllimə dedi ki, satırlar onu. Bizə uyğun tapdı, hansısa şagird onu satır. Artıq ona gərək deyil. 5000 rus pulu, yəni 100 manat. 100 nə qədər də hardasa 100 manat, yəni ki 100 manata yaxındır hardasa. Obşim, həmin qiyməti dedi ki, bəs onu alacaqsınız. Dedim ki, yaxşı, razıyıq. Hardasa indi Valbristədə ona bir dənə podstavka kimi belə bir qara bir şeydir. Uşaq əlini tutmağa, çənə altı qoymağa, onu da deyir, zakaz eləyəcəksiniz. Sılqan atdı bizə. Dedim ki, yaxşı. Amma məktəbə də getməyəcək. Bugün ayda məsələdir. O müəlliməsinə yazacağam ki, soyuqluyub, bugün belə, sabah bəlkə getdi. Dünənləri xəstə idi. Dünən bazar günü idi. Yox, məktəbdən gələndən sonra. O da məktəbdə çox inanırsınız, dərsdən əvvəl də çıxır, biraz tez çıxır evdən. Qaydandan sonra da biraz gec gəlir. Çünki padruşkaları ilə oynayır həyətdə. Şapkasız filansız, ona görə də belə. Belə qızlar, nəsə sulu yemək qoymuşam mən də abidə. Yoldaşım səhər gəldi, Asyanı kaş eləmişdim ona. Yumurta qaynatmışdım. Yumurta yemədi, amma yağ, bal, kaşa falan yedi getdi. Mən filan sözünü çox işlədirəm. Mən burada yazmışdılar ki, bu nə sözdür, filan bilmirəm nə, Azərbaycan dilində, tariximizdə deyir, belə söz yoxdur. Obşum, hansısa tarixdən mən bunu götürmüşəmsə, bizim tarixdə belə söz yoxdur da, filan sözü. Dedim, bir dur, Azərbaycan dili dərsini keçmirik, kimin xoşuna gəlmirsə, sakitcə keçib baxın da. Belə qızlar, biz bu arada demək getmişdik toya. Toydan 2 gün keçdi, yenə də həmin insanlar şənlik elədilər. Restoranda Əli Pormehri gəlmişdi. Bilirsiniz, nə deyim, eyni mahnıları, onları oxumurdu, aydın məsələdir. Minsovkaları qoymuşdu, yəni ki, minsovkaları ümumiyyətlə, onlar necə deyirlər, mən bir adımdan çıxdı o söz. O işin orijinal oxumurdu da, yəni ki. Ona görə də eyni mahnılar idi də, demək olar ki, elə Dilbər, sonra Talış toyları, Qızım, elə bu mahnılar idi. Eyni şeylər idi. O qədər ürəyim darıxdı ki, dedim, yoxladım bu Dilbər mahnısı mənim yoxuma girəcək. Yaxın gəl mənə Dilbər, naz eləmə. Eyni mahnılar idi. Leksikonda daha başqa bir şey yox idi. Amma ki, əsas ki, oğlan toyu ki var idi, biz getmişdik. Ora gəlmişdi bir demək Astaradan da deyil o kişi deyə, məncə Masallıdandır, Rəhim, Talış mahnıları oxuyur. Sonra gəlmişdi saz çalan İlqar, sonra Rövşən Salmanov Peterdən gəlmişdi. Həqiqətən qəşəng idi, qəşəng apardılar məclisi. Doyunca da oynadıq, çünki özümüzünkünün toyuydu ona görə. Belə qızlar. Demək o günləri biz kələm qoyduq yoldaşımla, marinavat elədik. 2 dənə belə plastik qabda marinavat eləmişik. İndi yoldaşıma deyirəm ki, havalar soyuyur artıq, gedib boranı almaq lazımdır ev üçün. O qalsın da evdə. Çünki soyuq havalarda boranı yemək, pişirmək yaxşıdır. Sonra mənə lazımdır un almaq. Uşaqlara məsələn, özümə düyün alacağım, amma evə adi un alacağım. Uşaqlara piraşkedən falan eləmək olar. Özümə isə düyünundan nəsə eləyəcəm, hazırlayacağım. Belə zaqatovkalardır, yəni ki, almaq lazımdır qabaqcadan. İstəyirdim balıq duzluyum, yoldaşıma qoymadı. Dedi ki, bacım çoxlu duzluyub götürəcəyim, ondan lazım deyil. Deyim, bax özüm. Çünki mən də eləyə bilirəm də, bacarıram, yadımda rahat haçansa eləmişdim deyə. Həm də bizim marazilkalarda yer yoxdur da artıq o qədər balıq var ki, bilmirəm onları neyiniyim. Ona görə istəyirdim ki, nəsə bir duzluyum, bankalara qoyum, biraz yüngüllərsin, alınmadı. İndi də danatindən sos qoymuşam.
Həm də məndə çəkilmiş ət var. Çəkilmiş ət istəyirəm ki, xinkali eləyim, gruzinski tam xinkali eləmək olar da. Ona görə dedim ki, düy alsın. Həm də axşama bəlkə də dolğa elədim. Dedim kefir də alsın. Qatıq burada satılmır, amma kefir var. Kefir alsın, şey eləyəcəm, dolğa eləyəcəm axşama. Belə də şeydir. Onu da istəyirdim ki, xinkali eləməyə. Azərbaycanda belədir, amma burada çox da belə şeyə məhəl vermirlər. Amma mən Azərbaycanda olanda gördüm də bir balaca soyuqlayan kimi hava soyuq olan kimi razı deyirlər ki, xinkal, bilmirəm falan dişbərə. Həqiqətən də maraqlı olur. Siz elə ki, damaşna belə atmosfera olur da, yaxşı olur. Ona görə də mən də bişirəcəyim uşaqlara. Belə qızlar. İnarsız hava soyuqdur, yağışdır, heç bilmirəm. Çölə çıxmağa həvəs yoxdur insanda. Amma yenə də şükür Allah ki, домашний уют belə evdə sazdavat eləmişəm artıq. Belə nə bilim, Bakıda olanda uşaqlar tək balacalar idi də. Yoldaşım yox idi, oğlanlar yox idi məsələn. Biraz ürəyim sıxılırdı. İndi biraz bir dənə Madonna yoxdur balacalarla. Onlarla da danışıram. Madonna'nın gündə 50 dəfə danışırıq. O da evin dəyişdi nəhayət ki. Həzəstanada tapmışdı, ev qızlar alınmadı. Və 20 yanvarda ev kiraya götürüb indi. Düz mənə gəlir ki, bahadır. Çünki 500 manata bir otaqlı ev və mənə də elə gəldi ki, o ev kvartira studiyadır. Həm də bomboş evdir. Təkcə kuxna mebel var orada, bir də stiralna maşını. Onu da gətirib qoyacaqlar, bugün quraşdıracaqlar. Balaca bir xaladenik almışdım yayda, çıxılı xaladenikdə. Onu əvvəlki vloglarda var şəkli. Demək, həmin xaladenikdir, rayondan gətirər, onu da qoyacaq evdə. O tək adamdır, onunla bəs eləyəcək. Madonna evdə yemək pişirən deyil. Prosta sadəcə nəsə bir özünü alanda kalbasa falan, yumurta, kalbasa, süt, ştoba qoymağa yeri olsun. Çünki yemək pişirən deyil. Ona bəs eləyəcəkdir, yəni o xaladenik. O xaladenik tək nəfərlik xaladenikdir. Balaca bir xırda bir marazilkası var. Yanında karmaşkaları var, orada kalbasa, yumurta qoymaq olar, süt qoymaq olar. İçində də məsələn bəzi şeylər olar qoymaq, çox az miqdarda, amma ki olar. Belə qızlar. Ona ki, bu günləri artıq köçməlidir. Axşam evdə mənə zəng eləmişdi həmin kvartiradan. Çox sevinirdi. Vid amma super gözəl idi oranın viddi. Həddindən artıq. Hətta Yeni Yasamaldan da qəşəng idi. Belisa Parkda. Elə bir inanırsız, elə ürəyim darıxdı, elə ürəyim istədi Bakını. Sonra deyir ki, bəs mama mən bu evi deyir, yavaş-yavaş dolduracağam. Özümə deyir, uyğun deyir, pərdələr falan, bəs məkan deyirəm, mən bax da, xalqın evidir, ora sənin evin deyil ki. Ürəyin istədiyin kimi hələlik, inşallah Allah qismət eləsin. Biz də burada evləri satsaq, Bakıda artıq özümüzə ürəyim istədiyimiz kimi nəsə eləyə bilərik. Hələ ki gözləyirik, Allah deyir, səbirləri sevir. Biz də səbir eləyək, baxaq görək necə olur qızlar. Belə bu qədər. Burada vlogumu istəyirəm, saxlayın qızlar. Yeni vlog çəkmək ümidi ilə xahiş edirəm. Mənim kanalıma abunə olun. Düzdür, kanalımda abunə artıb axır, insanlar çoxalıb, abunəçilər, amma yenə də xahiş edirəm sizdən dəstək olun. Kanalı qabağa gətirmək üçün, irəli vermək üçün abunə lazımdır. Baxırsınız videolara, abunə də olsanız çox sevinərəm. Hələlik.